Allah'ın salamı olsun. Elə bu fartıqda indi balıq təmizləyirdim. Ki, inşallah göl və aparla qutaraq istəyir. Hamıya qismət olsun. Mən Somali'dəkiləri də Qarabağa gətirilsin inşallah. Sonra ən azından su içərlər. Sonra savab işləyənlərdir. Sonra qurban olmalı. Necə mən gedirdim, gedəndə gördüm. Fartuk mənə nəyə xatırladı? Mələkən dedim ki, mən dedim Fartukdan olsun. Nə yazırsın? İndi fəhlələr aşağıda işləyirdilər. Kanalizasiyanla qazırdılar. Sən nə dedin? Dedim, qurban olma əllərdə dedim. Yoxsa qadasını alın dedim deyəsən. Niyə? Ona görə ki, zəhmət keçlər, o kanalizasiya təmizləyənlər məsəl üçün olmasalar. Nə dedim? Biz poxun içinə basıb gedərik dedim. Sonra Allah qorusun Allah dedim. Amin. Sonra məsəl üçün yazırlar ki, Allah möhtəzi yazılıcı, nöqtəsiz, Celle Celaluhu. Allah adından sonra Celle Celaluhu yazılır. Amma əslində qısaldılar, nöqtəci yazırlar. Sonra Muhammed Peyğəmbər nə bilən nöqtə nə yazılır? Sallallahu aleyhi və səlləm deyirdim. Nöqtəni. Sonra mesela salam əvəzinin sılımı yazılır. Allah'ın azəli yazma olmaz. Sonra hızı nöqtə əli. Ələ lisan məsəl üçün. Hızı nədir? Həcrət yazmaq. Hörmət edirsənsə elə olmaz. Sonra mesela mən deyirlər ki, mən deyir ki, sevinç, qı. Məsələn, qızın əvəzini ya deyir sı, qı. Belə olar, olmaz, olmaz. Sonra sevinç, mən deyim ki, layla, bal-balam əvəzini deyim, layla, bı-bı. Olmaz yaxı. Sonra Allah adında görsən balaca hərfinə yazırlar. Allah sözünü, baş hərfini. Olmaz, olmaz. Fikir verin, Allah nə buyurur? Söz, iş və hərəkətlərimizdə doğru olanlarla bir yerdə olun. Amin.